Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif İzə nəşriyyatının monitorinqlərə hazırlıq kitabındakı tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Səhifə 9-dayıq. Monitorinq 1-in riyaziyyat suallarını həll edəcəyik. Bundan əvvəlki videoda oxuyub anlama suallarını həll etmişdik. Bu videoda isə riyaziyyat suallarını həll edib monitorinq 1-i bitirəcəyik. Baxaq 31-ci suala. Rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan 6 rəqəmli ən böyük cüt ədədi seçin. Ən böyük deyəndə həmişə böyükdən kiçiyə doğru yazırıq. Deməli, ən böyük burada 7-dir, sonra 5-dir, sonra 4-dür, sonra 3-dür, sonra 1-dir, sonra da 0. Cüt ədəd deyir, onsuz da elə cüt ədəd alındı. Yəni, başqa bir dəyişiklik eləməyə ehtiyac yoxdur. Alınır A variantı. 880.808 ədədinin rəqəmlər yazılışını seçin. Ən sonunda biz nə oxuduq? 8 oxuduq. Yalnızca 8. Deməli, ədədin sonunda 8 olmalıdır. O da bir dənə D variantındadır. Yəni, əgər çətinlik çəkirsinizsə, ən azı bu yollardan tapa bilərsiniz. Variantı seçəndən sonra özünüzlə bir oxuyun o ədədi, görün. Burada yazılan kimi alınırmı? Uşaqlar bəzən yazını ədədə çevirməkdə çətinlik çəkirlər, amma ədədi oxuya bilirlər. Ona görə əgər ədədi seçmisinizsə, dəqiqləşdirmək üçün ondan sonra bir oxuyun, görün, oxuduğunuz buradakı yazı ilə eynidir ya yox. Keçirik 33-ə. 36.240 ədədinin sözlərlə yazılışı hansı bənddə doğru göstərilmişdir? Deməli, A-da yazıb 36.204, amma bizdə 240-dır. Sonunda 40 olmalıdırsa, bir dənə C variantında 40 yazılıb 36.240. Burada da 36.402, 36.042 elə ən sondakı sözlərə əsasən həm bundan əvvəlki sualda, həm burada sonuna əsasən asanlıqla tapmaq olur. Verilmiş ədəddə işarələnmiş rəqəmin mərtəbə vahidi nədir? Sondan başlayaq. Görək bu nədir? Bu təklik, bu onluq, bu yüzlük, bu da oldu minlik. C variantı. Ədədinin minliklər sinifindəki ədəd neçədir? Yenə baxaq. Təklik, onluq, yüzlük, minlik. Dördüncü rəqəm 3-dür və bura qədər olan sayılır minlik. Yəni 43.000 var bu ədəddə. Yəni minliyin sayını soruşur bizdən burada. Ona görə 43 seçəcəyik. Şəklində mərtəbə qiymətlərinə ayrılmış ədədin onluqlar və 10 minliklər mərtəbəsindəki rəqəmlərin cəmi neçədir? Əvvəlcə biz bunu tam şəkildə yazaq. Deməli, bu 500.000-dir. 507.089. 10 minlik yoxdur, 0 yazırıq. Yüzlüyü də yoxdur, 0 yazırıq. Deməli, bu cür ədəd alınır. 507.089. Və bunu deyir ki, onluqlar və 10 minliklər mərtəbəsindəki rəqəmlərin cəmi. Onluğunda 8 var, 10 minliyində 0 var. 0-ın üstünə 8 gəlir, 8 eləyir A variantı. Keçirik ona, 37-ci suala baxırıq. Verilmiş rəqəmlərdən bir dəfə istifadə etməklə yaranan ən böyük 5 rəqəmli ədəd neçədir? Ən böyük soruşursa, böyükdən kiçiyə doğru yazacağıq. 8, 5, 4, 3, 1. Oldu 85.431 A variantı. Ədədin 100 minliklər mərtəbəsinin mərtəbə vahidinin sayından yüzlüklər mərtəbəsinin mərtəbə vahidinin sayını çıxsaq neçə alınar? Bu ədədin 100 minliklər mərtəbəsindəki mərtəbə vahidinin sayı 7-dir. Yüzlüklər mərtəbəsi isə 5-dir. Sayı 5-dir. 7-dən də 5-i çıxırıq, eləyir 2. B variantı. Verilmiş şərtə əsasən elin yerinə yazıla biləcək rəqəmlərin cəmini tap. Deməli, bu ədəd digərindən kiçik olmalıdır. Kiçik olmalıdırsa ilk iki rəqəm hər ikisində eynidir. Üçüncü rəqəmə baxırıq. Burada 5-dirsə, bura biz ən çox 5 qoya bilərdik, amma 5-dən sonra gərək buradakı ədəd bundan kiçik olardı, amma hər ikisində 1-dir. Ona görə 5 qoya bilmirik. 5-dən kiçik bütün ədədləri qoya bilərik. 4, 3, 2 və 1. Bunların da cəmi eləyir 10. Deməli, 7, 9, 10. Bəli. A variantı. Ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırın. Yüzlüyümüz 4-dür. 4-dən sonra böyük rəqəmdir. 4 artacaq, 5 olacaq. 6500 B variantı. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 300 alınan ən böyük ədədin rəqəmlərinin cəmini tapın. Yüzlüyə qədər yuvarlaqlaşdıranda 300 alınması üçün ən böyüyü elə yüzlüyə 3 yazarıq. 3-dən sonra
Kiçik rəqəm yazmalıyıq ki, 3 olduğu kimi qalsın. Amma kiçik rəqəmlərin ən kiçiyini, daha doğrusu kiçik rəqəmlərin ən böyüyünü yazırıq ki, bizə ən böyük lazımdır. Kiçik rəqəmlərin ən böyüyü 4-dür. Təkliyə isə ən böyük rəqəmi yazarıq. Çünki bu onsuz da təsir eləmir yuvarlaqlaşdırmaya, 100-yə qədər yuvarlaqlaşdırmada. Yəni qısacası həmin ədəd 349-dur. Bu ədədin rəqəmlərinin cəmini istəyir. 3 üstə 4 7 üstünə 9 gələndə 16 D variantı. Simvollara görə verilən ədədləri artan sırayla düzün. Baxırıq əvvəlcə rəqəmlərin sayına baxaq. Hamısı 6 rəqəmlidir. Sonra ilk ədədə baxırıq. Hamısında 3-dür. İkinci ədədə baxırıq. 4 4 6 6. İkisi 4-dür, ikisi 6-dır. Bizə artan sıra lazımdırsa kiçikdən böyüyə doğru düzməliyik. Ona görə ikinci rəqəmi 4 olanları əvvəlcə yazacağıq. 6 olanları isə sonra yazacaq. İndi bunların da 3-cü rəqəminə baxırıq. Görək bunlardan hansı ən kiçikdir? 3-cü rəqəmlər hər ikisində 6-dır. 4-cü rəqəmlərinə baxırıq. Burada 7-dir, burada 8-dir. Deməli bu daha kiçikdir. Kvadrat sonra 3 bucaq gəlir. Deməli B variantıdır. Burada baxaq. Burada da ilk 3 rəqəm eynidir. 4-cü rəqəm buradakindən kiçikdir. Ona görə dairə sonra 5 bucaqlı gəlir. Yəni B variantı alınır. Keçirik səhifə 11-ə 43-cü suala. A-nın yerinə neçə ədəd uyğun gəlir? Yəni 4627-dən böyük, 4632-dən kiçik. Hər ikisi 4 rəqəmlidir. Hər ikisinin ilk 2 rəqəmi eynidirsə, biz elə sona baxarıq. Yəni bizə lazımdır 27-dən böyük, 32-dən kiçik. O da gəlir 28, 29, 30, 31. Yəni biz bunu uzun şəkildə də təbii ki yaza bilərdik. 4628, 4629. Yəni bu daha qısa şəkildə tapmaq olur. 4 dənə ədəd alındı. Deməli A variantını seçirik. Müqayisələrdən hansı doğru deyil? Baxaq. Deməli, əvvəlcə həmişə rəqəmlərin sayına baxmaq lazımdır. Müqayisə edərkən böyük rəqəmlə ədədləri. Baxırıq ki, rəqəmlər eynidir. O zaman ilk rəqəmə baxırıq. 3 7-dən kiçikdir. Deməli, bu ədəd digərindən kiçikdir. Deməli, bu doğrudur. Burada da rəqəmlər eynidir. İlk rəqəmlər eynidir. İkinci rəqəmə baxırıq. 4 6-dan kiçikdir. Deməli, bu ədəd digərindən kiçik olmalıdır. Elə deməli, səhv olan budur. C variantı. Yoxsa hansı doğru deyil soruşur. Yox, mən niyə burada ikinci rəqəmi eyni gördüm ki? Birində 4-dür, birində 6-dır. İkinci rəqəm elə burada yox, düz demişəm. Mən niyə çaşdığımı özüm də bilmirəm. Deməli, ilk rəqəmlər eynidir. 4 6-dan kiçikdir. Bu ədəd digərindən böyük ola bilməz. Ona görə səhv olan elə budur. Burada baxırıq rəqəmlərin sayı eynidir. İlk rəqəm digərindən böyükdürsə, deməli bu böyükdür, doğrudur. Burada da rəqəmlər eynidir. İlk rəqəmlər də eynidir. İkinci rəqəmə baxırıq 3 5-dən kiçikdir. Ona görə bu ədəd digərindən kiçikdir. Bu da doğrudur. Hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınır? Minliyə qədər yuvarlaqlaşdırmaq üçün biz minlikdəki rəqəmimizi tapırıq. Bu oldu 3. 3-dən sonraki rəqəmə baxırıq. Kiçik rəqəmli. Kiçik rəqəm olanda ədəd olduğu kimi qalır. Deməli 3000 olur. Deməli elə düzgün cavab budur. Digərlərinə də baxaq. Burada 3-dən sonra böyük rəqəm gəlir. Çünki 5 böyük rəqəm sayılır. Ona görə bu artacaq. 3 artacaq, 4 olacaq. 4000 olacaq. Burada da 3-dən sonra böyük rəqəm gəlir. Bu da 4000 olacaq. Burada da böyük rəqəm gəlir. Bu da 4000 olacaq. Hansı bənddəki ədəd yüzlüklərə qədər səhv yuvarlaqlaşdırılmışdır? Bu dəfə isə yüzlüyümüzə baxırıq. Yüzlük 7-dir. 7-dən sonra 1-dir. 1 kiçik rəqəm olduğuna görə 7 olduğu kimi qalmalıdır. Deməli, bu düzgündür. Burada yüzlük 1-dir. 1-dən sonra 7 böyük rəqəm gəlib. Ona görə 1 artmalıdır, 2 olmalıdır. Burada da elə yazılıb. Deməli, bu da doğrudur. Burada yüzlüyümüz 1-dir. 1-dən sonra 7 gəlib, yenə 1 artıb 2 olub. Deməli, bu da doğrudur. Burada yüzlük 4-dür. 4-dən sonra kiçik rəqəm gəlib. Ona görə 4 olduğu kimi qalmalıydı. Burada isə artıbdır. Deməli, səhv olan budur. Modellə verilmiş ədədi 10 minliklərə qədər yuvarlaqlaşdırın. Əvvəlcə ədədimizi yazaq. Deməli, 5 var burada, 2 var, sonra yenə 5-dir, sonra 3-dür, sonra 0-dır, sonra 2-dir. Alındı 525.302. Bizə deyir 10 minliyə qədər. 10 minliyi tapırıq. 10 minlik budur. 2-dir. 2-dən sonra böyük rəqəm gəlib. Ona görə 2 artacaq, 3 olacaq və ondan sonrakılar sıfırlanacaq. Yəni 530.000 olacaq A variantı. Aysel 4785-dən başlayaraq irəli doğru 100-100 ritmik sayır. Ayselin 5-ci söylədiyi ədədin ən yaxın yüzlüyü neçədir?
Bu ədəddən başlayaraq deyirsə, biz bunu da sayırıq. Bu birinci ədədimizdir. 100 sayaq, 4885 gələcək növbəti ədəd. Yazaq, hətta ikinci ədədimiz olacaq 4885, sonra olacaq 4985, sonra artıq 9 artır 10 olur. Ona görə minliyimiz də artır 5085 olur. Bu dördüncü və beşinci olacaq 5185. İndi deyir ən yaxın yüzlüyü, yəni yüzlüyə qədər yuvarlaqlaşdırmalıyıq. Yüzlüyümüz 1-dir, birdən sonra böyük rəqəmdir. Ona görə yüzlük artacaq. 2 olacaq. 5200 D variantı. Keçirik 49-cu suala. Hansı ədədi minliyə qədər yuvarlaqlaşdırdıqda azalır? Minliyimiz 3-dür. Yəni minlikdən sonra kiçik rəqəm olmalıdır ki, ədəd azalsın. Böyük rəqəm olanda artır. Bu artacaq. Məsələn 4000 olacaq. Burada isə 3-dən sonra kiçik rəqəm olduğuna görə bəli bu 3000 olur, yəni azalır. Burada da artacaq 4000 olacaq. Çünki 3-dən sonra böyük rəqəmdir. Burada ümumiyyətlə 5000 olur. Yəni ki 4-dən sonra böyük rəqəmdir. Yəni bu da artır. Ona görə bu da deyil. B variantını seçirik. Keçirik növbəti suala. Ədədin minliklər sinifindəki rəqəmlərin cəmini tapın. Minliklər sinifi hansıdır? Əvvəl təkliklər sinifi gəlir. Son 3 rəqəm təkliklər sinifinə aiddir. Ondan sonra gəlir minliklər sinifi. Yüzlüklər sinifi yoxdur. Təkliklərdir, minliklərdir, milyonluqlardır. Və burada minlik sinifində 347-dir. Rəqəmlərimiz 3, 4, 7-dir. Bunları da toplayanda 14 eləyir. A variantı. Ədədini 100 minliklərə qədər yuvarlaqlaşdırın. 100 minliyi tapırıq 5-dir. 5-dən sonra kiçik rəqəmdir. Deməli 5 olduğu kimi qalacaq, digərlər sıfırlanacaq. Olacaq 500 min D variantı. Aşağıdakı ədədlərdən hansının ən yaxın onluğu 3290, ən yaxın yüzlüyü isə 3300-dür. Yəni onluğa qədər yuvarlaqlaşanda 3290 alınmalıdır, yüzlüyə qədər yuvarlaqlaşanda 3300 alınmalıdır. Baxaq A variantında onluğa qədər yuvarlaqlaşdırsaq, onluğumuz 9-dur. 9-dan sonra böyük rəqəmdir. 9 artacaq, yüzlüyü də artıracaq, 3300 olacaq. Yəni bu deyil. Yüzlüyə qədər də 3300 olur bu, onluğa qədər də. Digər ədədə baxırıq. Bəli, 8-dən sonra 5 böyük rəqəmdir. Ona görə 8 artacaq, 3290 olacaq. Yüzlüyümüz 2-dir. 2-dən sonra da böyük rəqəmdir. Ona görə 2 də artacaq, 3 olacaq. Yəni 3300 olacaq. B variantındakı ədəd uyğundur. Digərlərinə də baxaq. Burada deməli onluğumuz 3-dür. 3-ün 9 olması qeyri-mümkündür. Yəni 3290 ola bilməz. Burada da 9-dan sonra böyük rəqəmdir. Ona görə bu da yenə 3300 olacaq. Yəni artacaq. A, B, C, D, E 5 rəqəmli və bu rəqəmlərlə yazılan ən kiçik ədəddir. Buna əsasən bu ədədlər neçə olduğunu tapın. Deməli, bu rəqəmlərlə yazılan ən kiçik ədəd lazımdır bizə. 5 rəqəmli, burada da 5 rəqəm var. Hamısından istifadə edirik. Sıfırdan başlaya bilməliyik. Amma sıfırı ikinci yerə qoyacaq. Birinci 1 ilə başlayarıq. 1, 0, sonra 3, sonra 7, sonra da 8. Deməli, bu A-dır, bu B-dir, bu C-dir, bu D-dir, bu da E-dir. İndi bizə D, B, C, A lazımdır. D baxırıq 7-dir, B baxırıq 0-dır, C 3-dür, E 8-dir, A 1-dir. İndi bu ədədi düzəldək. E 8-dir, B 0-dır, C 3-dür, D 7-dir, A da 1-dir. 70381, 80371. O da baxaq. C-dədir deyəsən. Görək, hamısı düzgündürmü? Düzgündür. Bəli, C variantı. 54-də baxırıq. Ədədlərdən ən kiçik olanı tapın. Baxırıq ki, hamısının rəqəmlərin sayı eynidir. 4 rəqəmli ədədlərdə. Ona görə minliklərə baxırıq. 8, 2, 4, 8. Ən kiçik 2-dir. Deməli, elə ən kiçik ədəd də budur. 2361. B variantı. Müqayisəsində kvadratın yerinə yazılacaq ən kiçik və ən böyük ədədlər hansıdır? Ən kiçik olması üçün biz kiçik tərəfə baxırıq. Kiçik tərəfdən bir vahid böyüyü götürürük. Bu olur 46177. Ən böyüyü tapmaq üçün böyük tərəfə baxırıq. Böyükdən bir rəqəm kiçiyi götürürük. Çünki bundan kiçik olmalıdır. Bu da olur 81704. Baxaq hansı variantda verilib bu ədədlər? D variantında verilibdir. Rəqəmlərdən yaranan ən böyük 5 rəqəmli cüt ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Ən böyük deyirsə, böyükdən kiçiyə doğru yazaq. 7, 4, 3, 1. Amma bu necə ədəd alındı? Tək ədəd alındı. Bizə lazımdır cüt olsun. Cüt olması üçün biz burada cüt rəqəm 8 ilə 4-dür.
8-i biz əvvəldə saxlayarıq ki, daha böyük olsun. 4-ü ən sonda yazarıq. Yəni 4-ü sona gətiririk. Olur 87314. Və bunu minliyə qədər, minliyimiz 7-dir. 7-dən sonra kiçik rəqəmdir. Ona görə 7 olduğu kimi qalır. Digərləri sıfırlanır. Yəni 87.000 alınır. D variantı. Müqayisəsində B-nin yerinə yazıla biləcək rəqəmlərin cəmi neçədir? Bu ədəd digərindən kiçik olmalıdır. Hər ikisi 4 rəqəmlidir. Hər ikisinin minliyində 2 var. Ona görə yüzlüyə baxırıq. Yüzlük burada 9-dur. 9-un özünü yazsaq, ən azı 9-dan başlayırıq. Baxırıq ki, 9-u yazsaq alınır. Bəli, alınır. Çünki 9-dan sonraki rəqəm 3 buradakından kiçikdir. Deməli 9 və 9-dan aşağı bütün rəqəmləri yaza bilərik. Yəni 1-dən 9-a kimi. 1-dən 9-a kimi rəqəmləri toplamaq lazımdır. Ümumiyyətlə bu çox salda rastınıza çıxacaq deyə bunu yadda saxlamaq lazımdır ki, 1-dən 9-a kimi rəqəmlərin cəmi 45-dir. Bunu hər dəfə yəni hesablamayın. O da eləyir. B variantı hesablayıb yoxlaya da bilərsiniz. Keçirik açıq suallara. Sual işarəsinin yerinə yazılan ədədi tapın. Deməli, bizə ən sonuncu ədədi verib. Ona görə sondan geriyə gələcək. Geriyə doğru ədədlərin əksini edəcək. Əməllərin daha doğrusu. Burada çıxmadsa biz toplayırıq. 43.000-in üstünə 500 gəlirik. Burada olur, yer balacadır. Buradan yazın. 43.500. İndi gəlirik bura. Buranı tapmalıyıq. Burada 2000 çıxıbsa biz 2000 gəlirik üzərinə. Bu eləyir 45.500. Burada 3000 gəlibsə biz 3000 çıxırıq. Bu da eləyəcək 42.300. Cavab deməli oldu 40. Daha doğrusu yüzlü ilə olduğu kimi qalır. 500'dür, 500 qalır. Sadəcə minliyimiz artır 3 vahid. 42.500. Cavaba yazaq 42.500. Ədədinin onluqları ilə minliklərinin yerini dəyişib, yüzlüklərini 3 vahid azaltsaq, yeni yaranan ədəd necə olar? Onluqla minlik. Onluqda 7-dir, minlikdə 3-dür. Dəyişək yerlərin olur 7, 9, 3, 2, 7932. Və bunun yüzlüyünü 3 vahid azaltmalıyıq. Yüzlük 9, 3 vahid azalanda 6 olacaq. Yazaq, nə alındı? 7632 alındı. Və son suala baxaq. Modellə verilmiş ədədi ardıcıl olaraq onluqlara, yüzlüklərə, minliklərə qədər yuvarlaqlaşdırın. Əvvəlcə modeldəki ədədi yazaq. 4, 5, 2, 4. 4524. Əvvəlcə onluğa yuvarlaqlaşdırmalıyıqsa, onluğumuz 2-dir. 2-dən sonra kiçik rəqəmdir. Ona görə 2 olduğu kimi qalır, təklik sıfırlanır. Bu onluq. İndi yüzlüyə qədər yuvarlaqlaşdıraq. Yüzlüyümüz 5-dir. 5-dən sonra da kiçik rəqəmdir. Ona görə 5 olduğu kimi qalır, digərləri sıfırlanır. İndi minliyə qədər yuvarlaqlaşdıraq. Minliyimiz 4-dür. 4-dən sonra böyük rəqəmdir. Yəni 5 böyük rəqəm olduğuna görə 4'ü artırır, 5 olur, digərləri sıfırlanır, 5000. Bəli, 30 sualın sonuna gəldik, çatdıq və monitoring 1-i bitirdik. Ümid edirəm sizlər üçün faydalı oldu. Növbəti videoda artıq monitoring 2-nin suallarını həll edəcəyik. Sağ olun, yeni videolarda görüşərik.